Daşınmaz əmlakda böhran başlayıbmı, yoxsa yox? Gəlin aydınlaşdıraq. Mənə ən çox verilən suallardan biri hal-hazırda Azərbaycanda ev almağa, daşınmaz əmlaka investisiya etməyə dəyərmi, yoxsa dəyməzmi? Mən heç zaman bunlara cavab vermirəm, investisiya məsləhəti vermirəm. Yeganə bir dediyim şey, mən özüm nə edirəm, mən özüm üçün hansı qərarları qəbul etmişəm və mən qəbul etmişəm ki, yox etməməliyəm. Bunun bir nömrəli səbəbi odur ki, 26-cı il Azərbaycanda çətin bir il olacaqdır. Çünki ilk dəfədir ki, dövlət büdcəsinin xərcləri artmır, stabil qalır. Bizim iqtisadiyyatımız da prosiklikdir, yəni dövlət xərcləri artmayanda iqtisadiyyat da artmır və tənəzzülə uğraya bilir. Həmçinin Trumpın hal-hazırda OPEC-lə danışıqları, Səudiyyə Ərəbistanla danışıqları neftin ucuzlaşmasına böyük ehtimal gətirəcəkdir. Çünki o Rusiyanı və Venezuelanı diz çöktürmək istəyir ki, onlar danışıqlara başlasınlar oyuna. İndi onu 1-2 aya etsə, yəni ki, neftin qiyməti 40-45 dollar 1-2 ay olsa, yəni bizim Mərkəzi Bank dözə biləcəkdir bu devalvasiyanın olmaması üçün. Bu 1 il çəksə artıq dözə bilməyəcəkdir, onun resursları çatmayacaqdır, rezervləri çatmayacaqdır. Ona görə 26-cı ildə ehtiyatlı olmaq lazımdır. Ondan sonra 27-ci ildə dünya maliyyə böhranı gəlir, onu proqnozlaşdırırıq. 2008-ci ildə olduğu kimi sadəcə bu dəfə ipoteka ilə bağlı olmayacaqdır, daha çox süni intellekt şirkətlərinin işlədilmiş balans dəyərləri ilə bağlı olacaqdır. Və bu da 1 il, 2 il nə qədərsə təsir edəcəkdir və ona görə növbəti 3 ildə hər hansı bir investisiyanı etməyi çox da ağıllı hesab eləmirəm özüm üçün. Kəş üzərində, nəqd pul üzərində oturmağı tövsiyə edirəm. Sadəcə əgər ev lazımdırsa, ev mütləq alın. Mənim qaydam ondan ibarətdir ki, MTK-ların satdığı qiymətin 1/3 qədər endirim almalısınız. 3000-ə satırlarsa 2000 ala bilərsiniz. Çünki heç kim ev almır. MTK-lar sizi manipulyasiya edir. Yalandan hər dövrdə 50 manat, 100 manat qiymətləri qaldırır. Amma statistika əsasən artıq azalma başlayıbdır. Evlərin keçən illə müqayisədə qat-qat alınır və həmçinin də özüm də bilirəm, mən də özüm üçün balaca bir ev axtarırdım şəhərdə. Bir həftə öncə Zümrüddə 3200-ə verilən mənzil artıq 2800-ə verilir. Whitestone-da 3500-ə satılan mənzil 2800-ə artıq mənə təklif olunur. Satılmır heç nə və qiymətlər get-gedə düşür. Ona görə agah olun və düzgün qərar özünüz verin.